Kamran, mama qurban, get papanın üzündən maç elə, sonra get öz otağında oyna. Yaxşı ağıllı bala. Oğul de, oğul. Evimin direğiydi. İsmət, Hacan. gəl uşağın üzündən öp. Çiğ qurban olur əmi. Yeri. Denen atam kişi değil. Deyirəm, denen atam kişi değil. Adam büyüdü. Bax belə. Dünən gecə saat 3-də qəbristanlıqla gedirəm. Birdən qəbrin arxasından ağ geyimli, ağ saqqallı bir oğlan çıxıb mənə nə deyir? Dayı, üstündə qəzet yoxdur. Qorxudan bığlarım biz durub. Məqalətdə qurban olum, burada nə baş verir? Dərin məna var, biz o səviyyəyə elə qalxmamışıq. Açıqla. Satmışam da. M-S-U-S-Y-B-D. Moskvada saçı uzun sıxı xətlər YBD. Yenə bizimkilər dövdülər. Yəni bunu qısaltmışam da, uzun-uzadı burada yazıb. Ya mərcin şorbasını çıxartmalıydım, ya bunu qısaltmalıydım. Mən də bunu qısaltdım ki, cəmaat şey eləməyək. Sağ olsun ki dedi, bizim də səviyyəmizi qaldırdı. Onda əgər belədirsə, bu asımıdır. Nə? Çox sadə, bu asımıdır. Bu ay sənə maaş düşmür. Mən 4 yaşında olanda atam rəhmətə getdi. Anam bu dərdə dözməyib o dara getdi. Mən qaldım tək. Beləcə də yetimçiliklə böyüdüm Vüsal. Yetimçiliklə böyüdüm. Cavab ver, Ətələ. Cavab ver. Vüsal. Hə papa? Yox, ağlamıram, kövrəlmişəm. Sən öyle qız başının yaylığını tullamasaydı sroka gedirdi mi? Özün gördün də. Herkesiz. Çay yox, qəşəng kapuçino. Ya qutar restoranda dövsən də dincəl də sən. Ay mama, bir dəfəyə söndürdün, laf. Atan rəhmətliyi də bir dəfəyə söndürmüşdür. Yetim haqqında deməmişəm, yetim hə? Mənim balamın canı gözəl evdir. Bir dənə bura bax. Genişliyinə bax bura. Sanqaçağın bundan gözəl ev tapsın, gəl üzümə tüpür mənim. Əlaqə saxlayaq. Mənim ora bax. Ora bax. Bir dənə baxın qismət. Baxın mənim orada. Ora bax uşaq otağıdır. Bax onun yanındakı yataq otağıdır. Bax televizordur, koridordur, giriş qapısıdır. Sən lan bilmirdi yo. Nə? Deyirəm qalmırdıq da başa düşmürdük. Sən davam elə, mən fikir verirəm. Bax müəllim bura studiyadır. Bacana, çəkiliş olacaq, Görsüz başını çıxmır. Studiya mətbəxdir. Yeni stil. Nice, krasata, beautiful. Gördün başa düşmədin məni. Gördün? It's my life. Mən tutdum da çömbər. Gördünüz? Başa düşdü. Deməli müəllim, nə qaldı? Bax bunu xəzəyin şəxsi İspaniya gətirib bu divanı. 3000 manat pul sayıb buna. Xahiş edirəm ehtiyatlı olun. Bax mən sizə deyirəm, məndən sizə demək. Bax bu şüşəli şkafdır, gördünüz. Bir dənə açın mən bunu, baxasınız gözlərinizlə. Hə, bunun üstünə gün də, amma bağla kişi. Bu nədir? Balamın canı bunu İspaniyadan gətirib, şəxsən biri ki, sizin kimi insanlar gələcək. İndi tozunu alarsınız da müəllim bunu. Müəllim, Bu nədir? bax bu həmiz Xalis Lichtenstein malıdır. Xalçadır, gözəl xalçadır bunu. 9 nömrə oyunçu vardı, ondan aldım. Olur. Müəllim, bax bu da kultivatordur, bax müəllim. Bax, bax görürsünüz, söndürdüm, yandırdım. Söndürdüm, yandırdım. Bax söndürdüm, yandırdım. Bax gördünüz, 5 dəqiqədir xarab elədiniz bunu. Müəllim, özünüz nəzərə alarsınız indi. Yaxşı. Müəllim, gedək başqa otaqları göstərdim sizə. Bax, deməli qabaqdakı vannadır. Belə geniş koridor görmüsünüz. Yalançı olar. Görsən. Ay, nə yeşik otaqdır. Bu otaqda özüm yatacağam, eşitsən qismət. Bu otaqda özüm yatacağam. Hə, ora otaqdır, ora hamamdır. Qurban olum, hamam görməmişəm. 35 kvadrat hamam olar. Sən də mənə laf yeyirdin. Müəllim, getdik qabağa. Talih müəllim, uşaqların otağıdır, görürsünüz. Vah! Nə şirin qız da bu. Sən kimin qızısan? Qismətin. Allah saxlasın, Allah saxlasın, Allah saxlasın. Aa, bu kişiyə bax, kişiyə. Və sən kimin oğlusan? Ağzının. Allah saxlasın Arzu müəllim. Ya, Arzu həyat yoldaşımın adıdır. Mənim adım Talih müəllim deyil. Yallah. Tamam. Pisiz. Yürü lan, hər bədir. İndi keçək əsas məsələyə. Bilirsiniz də, kirayanın bir qanunu var.
mütləq kommunal xərcləri ödəməlisiniz. Problem yoxdur. Yəni qaz pulunu verməlisən, su pulusunu verməlisən, işıq pulusunu verməlisən, zibil pulusunu verməlisən. Zibil pulunu çıx. Niyə? Çünki bizim ailədən kiminsə aparıb səliqəli surətdə aşağıda zibil qutusuna zibil atdığını görsən, məndən pis adam yoxdur. İmkan bilir yad adamlar geçsin, sonra öz səviyyəmizi ortaya qoyarıq. Bax, bütün günü belə oynayırlar. Cavanlıqda rəqqası olubdular. Sən bir şey sorsun. Məsələ burasındadır ki, buranın qonşuları çox mərifətli adamdılar, özü elit adamlara. Başa düşdünüz demə? Aydındır. Bir dəfə də olsun ki, onların səsləri çıxmır. Sizdən artıq dərəcədə bir qardaşımı xahiş edirəm ki, sizin də səsiniz çıxmasın. Ay, bunlara sən bizi nə yerə qoysan? Qadağımıza yarışmır. Söz verirsən qardaş. Allah tanımsan. Gedək o birisi otaqlara. Hey assız. Gözlərim aydın. İnstitutda dərs deyirdim. Ay ömrüm, nə əsəbləşirsən? Görmürsən qonşunun arvadı. Necə mənim evlərimlə oynayır? Yoldum saçını verdim əlinə. Sən canım, əsəbləşmə də sən... Sən mənim mazqalarımı xərab eləmə burada. Ay qismət, qadan alın, fikir vermə ona. Əsəbi deyə baş qoşma, yaxşı yola ver getsin. Günah özümdədir də. Görürsən əsəbidir. Yaxınlaşma da, heç nə deyim. Yaxınlaşma. Müəllim, bu otaqda geçə güzgü var. Onun xəzəni gətirir Fransadan 2800 evro. Sizdən xahiş edirəm, ehtiyatlı olun, qırıb eləməyin də onu. Bu mən telefonumun zəngidən adam tanı səsləndirir. Alo? Bəli, Xansvar müəllim. Bəli, indi gəlirəm işə. Oldu. Bunun da olsa hardadır. Apar bunu zaryatkaya qoy. Tez. Güzgüdən arxaya nə ol, nətər tapşırırsan, evdə qoruyacaqsan. Az nə yaxşı oldu. 3 dənə balkonumuz var. Bax, cücələri bu balkonda saxlayaram. Bunları zaryadkaya qoyun. Canı Talih müəllim, əgər mənim bu işdə 1 manat xeyrim varsa... Bilmirəm mən ki, sən ziyana işləyən adamsın, qadınqalarım. Bax, inanın, necə inandırım siz mən bilmirəm. Bax, bu boyda geniş otağı səncə qıraq adama verə bilərəm? Yox. Hanında bir oğlana verə bilərdim bu evi. Verəm. Amma sizə məsləhət görürəm mən bunu. Çox sağ olun. Buyurun. Şəs eləsin. Yox, buyur. Hə. Azərdan bir çay ver. Hə. Ömrüm, imkan varsa bir dənə də çay. Sağ ol. Talih müəllim, deyirəm, keçək əsas məsələyə. Buyur. Bayaq danışdığımız kimi hər ayın əvvəli Keçək də əsas məsələ, nə problem var ki? Sən evlisən? xeyr evi deyiləm. Gərək evlənəsən bir kişi kimi bir arvad qulluğu görəsən. Alo. Bəli, mənəm. Gözüm aydın. Mən 240 görə sən qaçaldan durub şəhəri gəlməyəcəm ha. Öyle törnə var. Verməyəydin. Yoxdur ay qardaş, vermirəm. Get kimə nə etmişsən? Problem yoxdur. Bana rədd ol. Problem yoxdur. Kimi nə söhbətdir? O köhnə evin yanındakı mağaza yoxdur mu? Ora borcumuz var, deyir verməsən yev səndən şikayət edəcəm. Dedim ki, elə problem yoxdur. Harda qaldıq? Harda qaldıq deyəndə ki, Qismət müəllim, müqavilənin şərtlərinə görə hər ayın əvvəli kirayə pulun vaxtını keçirmək lazımdır, bu bir. İzvestinə zəh gəlir. Alo? Bəli? Talih deyil. Talih nə addır? Qadı, yox, Talih deyil, sən tutmuşsun. Nə söz qoysan, mənəm, Talihdir, tapdın, mənəm. Aday verməzdin mənə kiriyə ev, yoxumdur. Vermirəm, nə qaracaqsan var? Yetnə etsən elə problem yoxdur. 4 ay evində qalmışam, sən bu çay pulunu verməmişəm, ailədə istifadə bax. Yetnə etsən elə problem yoxdur ki. Xayas adamlar da. Buranın qiyməti neçə eləyəcəkdir? Buranın qiyməti, bax, inandırım sizi, Talih müəllim, Qismət müəllim. Çox danışdım, o yan bir yanı da yox da, balamın canı deyirəm ha. Ki balamın canı deyirəm ki, 1500-dən aşağı yer yoxdur. Açığı deyirəm sizə. 6 ay ya 1 il? Yox, 1 ay. 1 ay? Bəli, Heç bir problem yoxdur. Mən hamıya demişəm, sağ da deyə bilərəm. Qəti problem yoxdur.
Onda problem yoxdursa, Talih müəllim. Deyirəm, kirayə pulunu bəri başdan verərdiniz də hələ. Ay, eftə kişi qadın qalım, ki. Bizə yarışar mı pul zəfət edir? Problem yoxdur, Nəratomu yoluna qoyacaq. Bir dəqiqə. Salam aleyküm qardaş. Aleyküm salam. Qardaş, bu evin işıq pulsunu siz niyə vermirsiniz? Nə işıq pula ki? Bir saatdə öləyib biz bu evə köçmüşük. Bu evin işıq pulsunu yox, bundan əvvəl kiraya qaldığınız evin işıq pulsunu. Mən o evin işıq pulunu verməsəm, nə arayacaq ki? Nə verəcəm? İşığınızı dibindən kəsəcəm. Onda sən belə get, sən o evin işığını dibindən kəs. Problem yox. Bax Hikmət, qardaşın nemət kimi bizi aldatmayasan ha. Bax keçən səfər əmmin coraqqı deyə bir dənə bizə ev verdi kiriyə. 2 aydan sonra aydın oldu ki, sən demə düzə səxiymiş. Bağlamın canı üçün ayıq döymür qismət. Mən həll edirəm, darıq. Qulaq as Nemət. Sən də bu qardaşın Hikmət kimi məni aldatmayasan ha. Ayıq döyülmə axansı var müəllim. Əmmin coraqqı gəlmə səni aldatacaq. Özün görsən ki, bu divarları, stolları zadı səsim yırtıla, tutula hamısını uşaqlara düzəltdirmişəm. Redaksiya içində də ən əsası sakitçilikdir. Bu yuxarılarda zətdə uşaq yaşamır ki. Yoxsa bütün günü tappa-tülü bana qaçacaqlar, tappa-tülü bu tərəfə ya. Yox, şu uşaq zad nə gəzir burada, ayxansı var müəllim, nə danışırsınız siz? Yuxarı, hamısı böyük adamlar deyir, yuxarı güləş zalıdır, aşağı gecə klubu. Bu tərəf Gürcər səfədir, bütün gün işləyirlər. Bu yandakı studiya. Öz o nağara çalanlar var ya, adı nə idi? Natı ritim durupu. Bütün gün orada işləyirlər. Tam arxayın ol, sakitçiliyin əmmi coğraqdır. Əvvəl görmür. Burada patologdan sudan beləmir. Yox, ola bilməz burada. Necə ola bilməsə də? Keçən səfər qardaşım da balamın canı deyə elə gətirdi məni elə bir ofisə çıxartdı ki, bütün ili qonşular başıma sudandı. Gölməçəyə dönmüş deyə ofis, sapoqla gəzir. Amma balıq tutmağı da orada yok. Balıq demişkən, nəysə. Xası var müəllim, bəyək mən sizə dedim də. Qardaşım mən necə əzizdirsə, əmisi ondan da əzizdir. Əmimin coğraqıdır. Su sarıdan sən narahat olmayın. Su nə gəzir hə burada? 8 ildir mən buranı kiraya verirəm. Heç mən bir dəfə su görmürəm burada. Əsəblər. Bana bax xası var müəllim. 8 il içinmirəm mən. Narahat ol belə məcbur. Sən başa bir dəfə heç su atmayacaq. Narahat olma. Əmimin coğraqı təqdim Aydındır. Bu niyə açır? Bunu bağlayayım. Dəymə xası var müəllim, dəymə. Bağlasını aşacaq onu, dəymə. Başa düşmədim. Yeni stil, modern, I like to move it, Eldorado, Fujitsu, aha, yeah, thank you very much, Coolio, Tupac. Başa düşdün? Baycan ağa, Ha. bu 1500 manatı hardan tapıb verəcəyik biz? Gör sən nə problem elirsən, evin tikilsin. Birinci ay deyirik gələn ay. İkinci ay üz-üzdən tanar. Üçüncü ayda deyərəm ki, get şikayət elə, problem yoxdur. Bax, kişi salmışdım Allah evin. Yaxşı, onda bıraq, mən aşağı düşüb gəlirəm. Arzu, evdə nə yoxdur, evə nə alın? Nə alacaqsan? Qoyun əti, qaymaq, bal, pendir, qoz, fındıq, holland Əsərəbətin pendiri. yığışdı. Axşam yeməyi evə nə alın? 2 kilo kartoşka. 1 kilo bəs eləyər? Eləyər. İsmət, aşağıdan 8 qram kartışkan qalx yuxarı ver. Mən yetdim. Ay qızlar, bu qarpız xarab olub. Kif atıb və bütün atıram bunu. Az. Məzahiri gördünüz, 1-ci mərtəbədə yaşayır. Ay mama, yəni, Məzahir ailəsi ilə Papaniyada qalmırdı. Ailəsi ilə Paparində qalır. Buradakıyla yaşayır. Görürsən sən Allah.
salam. Başda narahat edim. Burada sizdən əvvəl biz qalırdıq. Hə, nə lazım idi? 3 günlük köçmüşük, yataq otağında bir şey qalıb. Olar keçib Ha, götürüm. buyurun, buyurun. Problem deyil. Bizdən qabaq qalan kirayını. Can, darıxmışdın, tək qalmışdın, qorxmuşdun. Malısın, narahatın edirsiniz. Baba, mama evdədir. Hayır. Yenə şey olmuş. Varam da belə olsa da. Amma düz deyirsən, papazal, sən düz deyirsən. Niyə gecikirsiniz şəhər? Oturun. Mən Zanqasaldan siz işə gecikməyəsiniz deyə ofisi şəhərin mərkəzinə götürmüşəm. Şəhərin mərkəzinə yox, şəhərin kənarına. Söz güləşdirməsən burada. 1-2 ildən sonra Hövsənli şəhərin mərkəzi olacaq. Yaxşı, tamam. Bax, siz də mənim qardaşımdır. Su, qutardı. Bugündən sonra işə gecikmək qutardı. Alınmayacaq. Niyə? Başa sal. Başa sal da mənə də. Çünki işə geçməmənin dərdindən biz də şəhərdən köçdük Sanqatala. Ki ofislərimiz bəzi yaxın olsunlar, qurban. Deyəsən, bu ofisdə də yaman baxacaq. Darıqla qalmayacaq deyəsən. Deyəsən, bu ofisdə də darıxası olmayacaq. Dahi İspan alimi, qeyd elə. Dahi İspan alimi bu yerde çok güzel buyurup. Puyol, Casillas, Rodriguez, Ronaldo, Messi, Barcelona, Getafe, 2-1. Neçə? Bugündən girişirik piraşki biznesinə. Aha. İndi də piraşki satacağıq. Yox. Bundan sonra gazete çap eləyib, verəcəyik piraşki satanlara. Qoy cəmaət əlinin yağını silsin. Ki onda atama rəhmət oxudular. Ay atan rəhmət ya, bu kişinin başı şütüyür də. Bu alt qonşunun danışığına bax, sən Allah. Gəl ki, bu səviyyəlidir, mədənidir, alicənabdır, ziyalı ailəsindəndir. Niyə nə deyirsən ki? İndi deyərəm niyə. Al, indi görərsən. Görsən nələr deyir? Səviyyəsiz. Mədəniyyətsiz. Amma mama, sol qonşumuz elə yaxşı adamdır, mədəni, qabiliyyətli, qanacaqlı. Amma heyf ki, xaricdə olurdu. Mama, üzböydəki qonşu var ha. Yarın görərsən, gec tez mən onunla dalaşacağım. Niyə? Bilmirəm. Amma sən heç narahat olma. Mən bir səbəb tapıb oyuna dalaşacağım. Səldi. Seni görüşte bura oyun oynamak yerinde. Ne? Gün ortaya, yemeğe heç nə almayın. Gedib göldən balıq tutub gəlirəm. Mənim də rəng balıq istədiyə. Yaxşı eləyirsən, çox gözəl eləyirsən. Burada dahi Fransız alimi çox yaxşı buyurur. Je me vous un demi trente. Köndü balıq istəyən
Quyruğu tığıntı. Su da gerek. Tığıntı. Gel. В этом городе ярких огней, салам шахла. В этом городе натался кисмет, верных друзей наварных полей. В этом городе моей любви, как же мне, Баку, Мася, тебя не любить. Məhəbbət şəhəridir bu şəhər. Bu şəhər sevgililər şəhəridir. Bakı artıq 6 ildir məhəbbətin şəhəridir. Qurban olum, doğma, Radinoy biləsi var ha. Amma Bakı Bakıdır da, Bakı Bakıdır da. Məhəbbət öz məhəbbəti uğrunda məhəbbətini sübut eləmək üçün neynəsin sənin üçün? Masya. Balıq istəyirəm. Problem yoxdur, pulunu belə alım. Nə gülürsən, deyirəm pulunu ver alım. Ha? Zarafat edirəm, zarafat edirəm. Bu dəqiqə getsin məhəbbət sənin üçün getsin, bir göl balıq gətirsin, nə problem var ki? Gəlirəm indi. Uşaqlar, manqalı xotlayın, bir dəqiqə gəlirəm. Rıfqa. Nə olub, Qansvar müəllim? Kimə? Sizə. Mən, ha? Ha. Nəfsim tutdu da məni. Göldə balıq tutanda. İstədim əl üzümü yuyam. Tok necə məni şaqqılladıbsa 4 dəfə gölün dibinə dəyib qayıtmış. Səməd kişi olmasaydı ölmüşdü. Allah kişinin canını sağ olasın. Allah kişiyə rəhmət eləsin. Tok yazıq kişini vurub külə döndərdi. Səməd gün orta yeməyimə heç kim pul xərcləməsin. Niyə? Səməd kişinin neysə alırsın. Camaat gedib gölə balıq tutub gəlir. Bu bədbaxt da sarlıq tutub qayıdıb. Ay Masya, Masya az qalan məhəbbətini bitirmişdim Masya. Ay, ölmüşdüm al. Kimə? Sağ nəsə olur? Sağ yox, az mənim məhəbbət üsal kimdir? Qadan nə olur? Getdim gölə balıq tutmağa. Toku qoşdum gölə. Toku sən qoşmuşdun? Mən onu bacarıram axı. Bacarıram mən onu. Tok qoşdum. Sonra girdim gölə balıq yığmağa. Kimsə gölə qumbar atdı. Elə bildim orada öləcəm, elə bildim orada qalacam. Ay Masya, ay Masya, elə bildim orada. Ay salam aleyküm. Oo, məhəbbət, məhəbbət. Əmin niyə düşmüsən? Kim partladım səni? Qadan alım Vüsal, bəsdir də Vüsal da. Əsəbi adamam da. Ölümü gözümdən görmüş adamam, mənə gəlib burada ilişmədə. Əlimi qanına batırma da Vüsal da. Xahiş edirəm də Vüsal da. Heç, göldə mənə üçün balıq tutmağa getmişdi. Nə? Göldə mənə üçün balıq tutmağa getmişdi. Bu? Balıq. Bu və balıq. Balıq istəyirsən? Gedək yaşda da bunu nə edirsən? Balıq tutandır. Yürü. Görüşərik qardaş, görüşərik. Bunu təşkil eləyəsən də, təşkil eləyəsən də bunu. Mənim atam hamıdan güclüdür. Bir dəfə bir qazan su içir. Sənin atan güclü deyil, sənin atan görməmişdir. Mənim atam sənin atanı döyər. Döyə bilməz. Mənim atamın 7 qardaşı var. Mənim atamın isə bir qardaşı var, amma sənin atamın 7 qardaşların hamısını türməyə salar. Qismət,
Sən mənə bir 20 manat ver, mən sənə 5 dəqiqə 30 manat qaytarıram. Yaxşı da başana. Qaytarmayacaqsan da sən tanımıram. Ya balamın canı deyirəm, mən şu pulum abi. Qadasın abi. Ay 2 dəqiqə pulunu qaytarım sən onu. Bəlkə Deyir, balamın canı dedim. nə balamın canı dedin ha, Kamranın xətrinə. Saadına bak sen raşotunda ol kardeş, finish edək. Alo. Bəli. Problem yok da ki. Yarım saat oradayım, narahat olmayın. Oldu. $60. Ben senden ne kadar almıştım? 20 manat qadasın. Ne kadar qaytarmalıyam? 30 dedin ey. 20. Bon. Temiz. Təmiz. İncili yoktu şu. Qadan qalarım işte. Sağ ol bacanaq. Hep badanağın vücudunda. Sözünə düz adam çıxdın. Nə bilim. Azad mövzudur. Hə, nə yazsan yaz. Xansvan müəllim olsun. İqralar haqqında yazaraq. Hər şey yaz, piraşkiyə gedəcək. Sən bellə. Eşləmə. Sən mənə 30 manat ver. Mən 40 qaytarım da sağ. Qadasla bir dəfə əl tutdum, bəsdir də, yaxşı da indi. Kamran can deyirəm, 30 ver, 40 verim 2 dəqiqəyə. Elə bil bankda qoyursan, mən çıxart verirəm də. Dəqiqə Kamran canına deyir. Bax, bu 20, bu da 10, bu da 30. Ala. Bax. Sən saatına baxdan, ay qardaş, saatına bu. O qədər də saatlar görmüşük. Hə, deməli, bu da gedir. Vaxtı mən xəbər elədi, hə, buradan bura deyirsən. Mən nə qədər almışdım səndən? 30. Nə qədər qaytarmalıyım? Ala. 30, 40. Düzdür, təmiz? Düzdür. İncili yoxdur. Ebi yoxdur, bir 2 dəqiqə də gözləyərdim. Yox, canı sağ ol. Mən geyişdirmək xoşlamıram, qurbanım. Ala bu 5 manatda götür, qardaşım. Bacan... Dedir. Gözləyərdim. Allah canını sağ eləsin. Sən biləm, Kamranı hamıdan çox istəyən yer üzündə. Kamranın canı dedinsə... Hə, qadın ha. Elə o xətrini mən də çox istəyirəm. Deməli... Ya bunda zənclər öldürüb gəlirəm də. Sən belə et də, belə, bir dəqiqə dayan. Sən bana bir 40 manat ver, 50 qaytarım, 2 dəqiqə. 2 dəqiqə 50 qaytarım. Qavran canı. Bacanaq, yox, bilirəm sən sözünə düz adamsın, ala. Nədir? 40. 2 dəqiqədən sonra mən sənə 50 manat qaytar. 2 dəqiqə nə edirsən ki, kişi? Aha, hə, bacanaq. Sən verdin, bu da 10, 50. Təmiz? Təmiz. Bacanaq, Allah sən o... Adam elədiyin danışmaz, məni dindirmə, halal xoşun olsun. Allah Kamranın canını sağ eləsin. Sağ ol qadınam. Allah sənə də oğul pay versin. Sağ ol. Sən sağ ol. Elə qız da pis deyil. Baxır da indi qardaş, oğlu görməyən üçün qız pis deyil. Alo, hə qardaş. Hə qardaş, çığırmadan ətən... Hadi, yaxşı. 500 ver sana, 500 ver. Bacanaq qardaşına, bu 20, 30, 40... Hayır, 500 ver, 500. Bax, amma... Verirəm. Amma 750 istəyirəm ha. Problem yox da kişi, problem yox zamanlar. 750... Həkim deyib ki, siqaret çəkmə, siqaret də cana ziyandır. Mən də tüstüsüz yaşayanmıram da. Ona görə də spiçkanı ver görüm. Məhəbbət boğularsan. Məhəbbət boğulmaz. Aç görüm. Nətər? Başdan zəfir salır, maşın kırıntını keçirdim. Yaxşı, Nəratom oldu. Şeydir, bura bax. Bağırsınız. Eş nə, bacanaq 750-ni görüm. Nə 750? 700, yoxdur. Bəcəksiz. Nətər yoxdur? Hə, nətər yoxdur? Mən
Pulumu ver ha, bura 750'mi ver ha. Biraz aşağı düşək kişi. Nə aşağı düşə? O nə deməkdir aşağı düş? 750 ver, 700 ya. Ne? 20 almışam, 30 qaytarmışam. 30 alıb 40 qaytardığım olub. 40 alıb 50 qaytardığım olub. 3 dəfə mən yaxşılıq eləmişəm, bir dəfə də sən elə. Yoxdur, vermirəm. Nətər yanını bölmüsən ha? İndi mən burada 240 manatdan ötər Sanqatadan çıxıb şəhəri gələsi eləyəm. İsmət, sənin adın Talih Dövlüydün. Sən canı. Arzu, dağılmışda nə yoxdur, nə almaq lazımdır? Uşaq zad danışdı. Nihat, Arzu evdə nə yoxdur? Nə alım? Ye təzdən denə, nə alaq? Evin nə alım? Evdə nə yoxdur demə. Al, indi görürsən. Mən olsaydım pisa, Talih tikəkçi doğramışdım. Talih elə bil mənim ərimdir, onu niyə qəbul edir? Burada nasıl olur? Talih'in arasında nasıl olur? Bir dəfə su içir. Bir dəfəyə bir qazan su içir. Bir dəfəyə... Nə? Bir dəfəyə... Bir dəfəyə... Hə, bir dəfəyə su içir. Bir dəfəyə bir qazan su içir. Bir dəfəyə bir qazan su içir. Bir dəfəyə bir qazan... Bəlkə özüm oynayır. Mən niyə kameraya baxdım? Üzr istəyirəm, bağışlayın, səhv məndən oldu. Bunun nosu hardadayım. Ala götür telefonumu zaryatkaya qoy. Ala. Nosu ne? Çünkü bizdə işə geçməməyin dərdindən nə qədər suyunu oynayıram bilahi. Gün ortaya. Heç nə yapmış. Saçım tutuldu. İşte. İşte oyun oynamak yeri dönür buna. İşte buna oyun oynamak. Maşa. Vay canım. Söv. Ay maşa. Toku sen koşmuştun. Ha bu mən bacarım. Toku ay aldım ayla. Ne güneyim mən. Toku sen koşmuştun. Yani hiç toku dememişim axı. Bir gölə tok koşmuşdum. Toku sen koşmuştun. Mən bacarım axı. Mən bacarım. Ne olur? Sürüştör cadından çıxın, nətər yəni? Onu Aşağı yaxşı 730 verərsən. Demirəm. Bu həyatda qohum olduq biz bir zaman. Bizi qohum eyləyənə canımızda qurban. Yaşayırıq ömrümüzü şən firavan. Biz mehriban bacanaqlarıq. Yeri gəlsə dostluq həm də yoldaşıq biz. Dar məqamda etibarlı sirdaşıq biz sanki. Hamı sanır doğma əziz qardaşıq biz. Biz mehriban bacanaqlarıq. Var ol ay bacanaq. Nə yaxşı ki belə bacanağın oldu mənim. Hər bir işimizdə bir-birinə dayağıq. Bir yerdə olanda unudulur həyatın acıları, dərdi qəmi. Birdir gördüyümüz hər işimiz, söhbətimiz, hər sözümüz. Mehriban bacanaqlarıq.